Salam, hər vaxtınız xeyirli və uğurlu olsun əziz və dəyərli şagirdlər. Bu gün sizlərlə birlikdə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr edilmiş Azərbaycan dili test toplusundan saitlər və samitlər bölməsinə aid olan, ümumiyyətlə fonetika bölməsinə aid olan sualların izahına nəzər salacağıq. Qeyd edim ki, ilk növbədə biz saitlər və samitlər bölməsinə, onların növləri və tələffüzünü işləyəcəyik. Bunlar 24 sualdır, amma növbəti bölmələrin izahlarına inşallah ki, gələn videolarımızda baxacağıq, orada izah verəcəyik və qeyd edim ki, ümumiyyətlə topluda hər hansı bir sizə qaranlıq qalan məqam olarsa, anlamadığınız, başa düşmədiyiniz bir sual olarsa, o zaman şərh bölməsi açıqdır və orada fikirlərinizi bölüşə, bizlərlə söhbət apara bilərsiniz. Heç bir problem yoxdur. Əlimizdən gələni qədərilə kömək etməyə çalışacağıq. İndi isə gəlin vaxt itirmədən başlayaq. Onu bilirəm ki, videomuz sizlər üçün də maraqlı olar və müəyyən bir fayda vermiş olarım sizlərə. Belə. Deməli, ilk sualdan başlayırıq. Hansı sözlərdə Q hərfi K səsini ifadə edir? Birinci söz məqsəd sözü. Bu sözlərin hamısının tələffüz qaydasına nəzər salmaq lazımdır. Məqsəd sözündəki G səsi K kimi tələffüz olunur və biz burada deməli biri götürürük. Bir olmayan variantlarımız, yəni S-ni, D-ni atırıq. Qəbul sözündə G sabiti olduğu kimi qalır və heç bir dəyişikliyə məruz qalmır. Ona görə 2 bizə lazım deyil. 3-də qəzet olduğu kimi qalır, yəni burada da G-də fərqli məqam yoxdur. Nöqtə sözündəki G sabiti öz kar qarşılığı olan K səsi ilə ifadə olunur, tələffüz edilir və 4 bizə lazımdır. 4 olmayan variantımızı atsaq qalır B və Y variantı. Maraq sözünün sonundakı G sabiti X kimi tələffüz olunur və 5 bizə lazım deyil. 6-da diqqət sözündəki birinci G K ilə tələffüz əvəz olunur və diqqət deyə tələffüz olunur. Deməli 6-nı götürürük. 6 olmayan variantımıza çıxsaq doğru cavabımız qaldı Y variantı. Digər variantlara, yəni 7-yə, 8-ə baxmıram, çünki həm bu sizin üçün artıq yəni vaxt xərci deməkdir, həm də ki, daha rahat, daha asan şəkildə həll etmək üçün elə variantlarla işləməniz daha məsləhətlidir. İkinci suala baxaraq. Hansı cərgədəki sözlərdə uzun tələffüz olunan sait vardır? Ədavətdə A uzun tələffüz olunur, ərazidə A uzun tələffüz olunur, ədalıda A uzun tələffüz olunur, əlavədə A uzun tələffüz olunur. Ona görə də doğru cavabımız A variantıymış. Digərlərinə baxmağa ehtiyac yoxdur. 3-ə baxaraq. Hansı sözlərdə qoşa samitlərdən ikincisi cingiltili tələffüz olunur? Təfəkkür sözündə birinci K olduğu kimi qalır, ikinci K G ilə əvəz olunur, yəni öz cingiltili qarşılığı verir. Deməli, biri götürürük, bir olmayan variantları, yəni A-nı, D-ni atırıq. Müfəttişdəki birinci T olduğu kimi qalır, ikinci T isə D ilə əvəz olunur, yəni 2-ni də götürürük, 2 olmayan variantımızı, yəni C-ni atırıq. Libretto sözündə birinci T olduğu kimi qalır, ikinci T D ilə əvəz olunur, yəni 3-ü götürürük və 3 olmayan variantlarımızı atırıq. Doğru cavabımız qaldı B variantı. 4-cü sual. Hansı nümunələrdə birinci sözün son sabiti cingiltili tələffüz olunmur? Bu o deməkdir ki, biz deməli elə bir variant tapmalıyıq ki, orada sözdən sonra gələn deməli hərf yəni söz yaxud da ifadə sabitlə başlasın. Yəni baxaq. Palıd qozasındakı sözün sonundakı D sabiti T ilə əvəz olunur, yəni ki, öz kar qarşılığı ilə əvəz olunur. Bizdə isə cingiltili tələffüz olunmayanları istədiyinə görə biz 4-də 1-i götürə bilərik. Ona görə bir olmayan variantlarımızı atırıq. C-ni, B-ni, A-nı atırıq. Armud ağacında armud ağacı olduğu kimi qalır, D-də heç bir dəyişiklik baş vermir. Ona görə biz 2 lazım deyil bizə, 3-ə baxırıq. 4 manatda 4 manat deyə tələffüz olunur. Çünki 4 sözündən sonra gələn söz manat, yəni samitlə başlanan sözdür. Arıq uşaqdakı özündən sonra gələn arıq uşaq Q ilə əvəz olunur. Çünki özündən sonra saitlə başlanan söz işlənmişdir. 4 bizə lazım deyil deyə D-ni atırıq. Doğru cavabımız qaldı Y variantı. 5-ci suala baxaraq. G hərfi hansı sözdə Y samitinin kar qarşılığını ifadə edir? Y samitinin kar qarşılığı hansı səsdir? X-şırıq səsdir. Yəni görək harda X-şırıq var. Lakanik sözündə lakanik K ilə tələffüz olunur, bizə lazım deyil. Məkkədə Mək G deyə tələffüz olunur. Burada da X-şırıq səsi yoxdur. Liderlik liderlik deyə tələffüz olunur. Liderlik L-R ilə əvəz olunur. Sondakı K samiti isə X-şırıqla əvəz olunur. Ona görə doğru cavabımız B variantıymış. Suala baxırıq. İlk sözün son samiti kar tələffüz olunur. Hansılar sözdə baxaq. Deməli, fındıq ləpəsindəki Q samiti X ilə əvəz olunur. Fındıq ləpəsi deyirik. Yəni, burada kar tələffüz olunduğuna görə elə doğru cavab A variantıdır. 7-ci sual. Hansı sözlərdə Q hərfi X kimi tələffüz olunmur? Yumşaq, yumşaq, bulaq, yaylaq, ovlaq. Hamısında X kimi tələffüz olunur. Bizə lazım deyil, atırıq. Qaymaq, bayraq, uzaq, zambaq. Bu da bizə lazım deyil, atırıq. Yarpaq, işıq, qabaq, otaq. Lazım deyil, çıxırıq. Buruq, sarıq, çarıq, saçaq.
Lazım deyil, atırıq. Doğru cavabımız qaldı Y variantı. Niyə? Çünki üfüq sözünün sonundakı G samiti K kimi, şəfəq sözünün sonundakı G samiti həmçinin K kimi tələffüz olunur. Müvafiq və sabiq sözlərinin sonundakı G samiti də K kimi tələffüz olunduğuna görə doğru cavabımız Y variantıymış. 8-ci sual. Yarışda birinci gələn bizim Məhəmməddir cümləsindəki hansı sözlər cingidili samitlərdən biri kar tələffüz olunur? Yarışda birinci gələn bizim bu sözlərdə heç bir fərqli məqam yoxdur. Yəni bu sözlər olduğu kimi tələffüz olduğuna görə biz 1, 2, 3-ün 4-ü çıxırıq. Lazım deyil bizə. Elə doğru cavabımız A variantıymış. Niyə? Çünki Məhəmməddir sözündə birinci D samiti öz kar qarşılığı olan T ilə əvəz olunur. Elə doğru cavab A variantıymış. 9-cu suala baxırıq dostlar. Cərgələrdən birində bütün sözlərdə uzun tələffüz olunan qapalı sait vardır. A, simal sözündə A saiti qapalı sait deyil, amma uzanma var. Ona görə bizə bu lazım deyil, atırıq. Məruzə sözü yox, nümayiş, etibar tipli sözlər. Nümayiş sözündə məsələn uzun tələffüz olunan sait A saitidir və A saiti qapalı sait deyil. Ona görə biz B-ni də atırıq. Xüsusi, musiqi, təriqət tipli sözlərdə I saitləri uzun tələffüz olduğuna görə biz doğru cavab ilə C variantını götürürük. Digər variantlara baxmağa ehtiyac yoxdur, çünki artıq doğru variantı tapmışıq. Hansı sırada nöqtələri yerinə X tələffüz olunmalıdır? Deməli, qonaq evi, dostlar, niyə? Çünki deməli, burada qonaq ev olacaq. Niyə? Çünki özündən sonra gələn saitlə başlanan sözdür. Və burada QG əvəzlənməsi baş verir. Əxlaq nümunəsində G olduğu kimi qalır. Burada heç bir fərqli məqam yoxdur. Bulaq suyunda G samiti ilə bitən sözdür və özündən sonra samitlə başlanan söz gəldiyinə görə G samiti burada X ilə əvəz olunur. Soyuq auditoriya GG əvəzlənməsi G ilə əvəz olunur. Burada deməli qulaq asmaq kimi deməli tələffüz olunur. Bizdə X lazım idi. Elə doğru cavab sən deməli C variantı imiş. 11-ci sual. Sözlərin hansında G hərfi K səsini ifadə edir? Torpaq burada G X ilə əvəz olunur. Bizə lazım deyil, atırıq. Rəqs kimi tələffüz olunur. G K-ya keçir burada. Yəni 2-ni götürürük. 2 olmayan variantımızı atsaq qalır C və Y variantı. Miqyas sözündə G olduğu kimi qalır. 3 bizə lazım deyil. Doğru cavabımız qaldı 2, 6. 6-ya baxaq. Layiq sözü. G samiti burada K kimi tələffüz olunur. Layiq deyə tələffüz olunur. Doğru cavabımız Y variantıymış. 12-ci sual. Hansı sözün ilk samiti onun kar qarşılığı ilə əvəz edilsə yeni mənalı söz yaranmaz? Dələni tələ ilə əvəz edirik, tələ olur. Zaman, saman, zəfər, səfər, vaza, faza. Doğru cavab qaldı. D variantı. Gövhər, kövhər ola bilməz. 13-cü sual. Hansı cərgədəki sözlərin yalnız birində uzun tələffüz olunan sait vardır? Deməli, katib, siyasət, elan. Hər üç sözdə uzun tələffüz olunan sait səs olduğuna görə bizə lazım deyil. Çünki bizdə yalnız birində uzanma olan istəyir. Təcili, qasid. Hər iki sözdə uzun tələffüz olunan saiti var. Şikayət. Heca, ənənə. Bəli, doğru cavabımız C variantıdır. Çünki yalnız şikayət sözündə uzun tələffüz olunan saiti var. Həmrəylik, surət, çarə. Surət və çarədən var, ya lazım deyil. Dirçələş mədəniyyət tərcümə. Burada isə ümumiyyətlə heç bir sözdə uzun tələffüz olunma məqamı yoxdur. Cərgələrin birində G hərfi ardıcılıqla G, G, X və K səslərini ifadə edir. Üfüq xətti. Burada olmaz çünki elə birinci üfüq G burada K ilə əvəz olunur. Bizə lazım deyil. Bizə birinci G lazımdır. Qulaq aparatı otaqsız məqsəd. Tamamilə doğrudur. Niyə? Çünki birinci G olduğu kimi qalır. İkinci G G ilə əvəz olunur. Üçüncü G X ilə əvəz olunur. Dördüncü G isə K səsini ifadə edir. Elə doğru cavabımız burada B variantıymış. 15-ci suala baxırıq. Tərkibində uzun tələffüz edilən sait vardır. Kamal sözündə uzun tələffüz olma məqamı yoxdur. Bir olan variantları atırıq. Deməli, laləzarda A uzanır. 2-ni götürürük. 2 olmayan variantımızı, yəni A-nı çıxırıq. Qaldı C və D variantı. Daimi sözündə deməli, da A uzanır burada. Ona görə də 3 olmayan variantımızı çıxırıq. Doğru cavabımız qaldı C variantı. Bu qədər sadə və rahat. 16-cı sual. Hansı nümunədə ilk sözün son samiti kar tələffüz olunur? Qıraq tərəf. Burada G X ilə əvəz olunur. Elə doğru cavabımız A variantıdır deyəsən. Digərlərinə də baxaq. Sınıq oyuncaq, sınıq oyuncaq burada deyil. Üzr istəyirəm, sınıq oyuncaq deyirik. Çünki özündən sonra saitlə başlanan söz gəlib. Burada yəni G ilə əvəz olunur. Fındıq ağacı, yenə saitlə başlanan söz gəldiyinə görə buradakı G ilə əvəz olunur. Y variantında da deməli toyuq əti yenə də G əvəzləməsi olur. Çünki saitlə başlanan söz gəlib. Məktəb avadanlıqda məktəb olduğu kimi qalır. Doğru cavabımız qaldı A variantı.
17-ci sual. Hər iki sözü saitlə başlanan şəkilçi artırdıqda sözün sonundakı G samiti G samitinə keçmir. Mitingin, piroqun. Elə doğru cavabımız B variantı dostlar. Digərlərinə baxaq gəlin. Yarağın, üfüqün deyə bilərik. Uşağın, yaraşığın G əvəz olunur. Qonağın, nitqin birində olur, birində olmur. Bıçağın, sadiqin birində olur, birində olmur. Doğru cavabımız qaldı B variantı. 18-ci sual. Cərgələrin birində G hərfi ardıcıl olaraq G, G, X və K səslərini ifadə edir. Qulaq dərmanı. Buradakı birinci G olduğu kimi qalır. İkinci G X ilə əvəz olunur. Burada birinci sıra pozulur. Ona görə bizə lazım deyil. Üfüq xəttində üfüq xətti. Uşaq, qəlbi sınıq. Burada sıralama pozulub. Haqqında deməli birinci G olur, ikinci K olur. Burada bizə lazım deyil, sıralama pozulur. Qonaq otağında birinci G olduğu kimi qalır, ikinci G X ilə əvəz olunur. Yarpaqdan X ilə əvəz olunur. Rəqsdəki rəqs deyə tələffüz olunur, K ilə əvəz olunur. Doğru cavabımız qaldı D variantı. Y-yə də baxaq gəlin. Qonaq evində birinci G olduğu kimi qalır, ikinci G X ilə əvəz olunur. Dodaq sözündə üçüncü deməli G X ilə əvəz olunur. Qamışlıq sözündəki deməli burada K səsi olmur heç birində. Qamışlıq deyə tələffüz olunur. Doğru cavabımız qaldı B variantı. 19-cu sual. Cərgələrin birində G hərfi 3 müxtəlif səsi ifadə edir. Deməli yaraqda yaraq deyə tələffüz olunur. Deməli burada X-də qapaq deyə tələffüz olunur. Qərbdəki G olduğu kimi qalır. Burada 2 eyni səs olur, 1 fərqli səs olur. Doğru deyil. Çünki 3 müxtəlif səs bizə lazımdır. Qonaq sözündə G olduğu kimi qalır. G X ilə əvəz olunur. Bu G burada da X ilə əvəz olunur. Burada da G olduğu kimi qalır. Bu da bizə lazım deyil. Çıraqda G X ilə əvəz olunur. Məqsəddə K ilə əvəz olunur. Toqqada K olur. Digərisi isə G olur. Deməli, X, K, G səslərin ifadələniyinə görə 19-cu sualda və doğru cavabımız D variantı imiş. Sonra baxırıq 20-ci suala. Klasteri tamamlayan fikirləri müəyyən edin. Y samiti bəzi sözlərin tərkibində qoşa işləndikdə tələffüzdə biri düşə bilər, maneəli tələffüz olunur. İndi baxaq görə Y samitinin kar qarşılığı var, bəli var, amma burada yoxdur yazdığına görə səhvdir, lazım deyil. Bizə söz sonunda qoşa gələ bilər. Xeyr, dilimizdə belə bir söz yoxdur dostlar. Bizə lazım deyil bu. Yazıldığı kimi tələffüz edilən qoşu samitli söz yoxdur. Tamamilə yanlışdır. Var. Məsələn, təyyarə sözündə 2 dənə qoşa samiti, Y samiti yanaşı işlənir və deməli elə də tələffüz olunur. Yəni tələffüzdə biri düşsün tipli bir şey yoxdur. Yəni təyyarə necə var, elə də tələffüz olunur. Bu da yanlış fikirdir, lazım deyil. Bizə sözün əvvəlində yazıldığı kimi deyilir. Məsələn, Eyyub sözündə 2 dənə qoşa samit Y var və olduğu kimi deyilir. Yaxud da məsələn, yanvar sözündə necə var, elə də deyilir. Yəni burada heç bir fərqli məqam yoxdur. Bu da tamamilə yanlışdır. Üzr istəyirəm, doğrudur. Çünki yazıldığı kimi deyilir desə, bəli doğrudur. D doğru variant imiş. Elə Y-yə də baxaq gəlin. Söz sonunda işlənə bilmir. Tamamilə yanlışdır. Söz sonunda Y samiti işlənə bilər. Məsələn, bəy sözünü deyə bilərik. Deməli, bu da yanlış variant olduğuna görə doğru cavabımız D variantı. 21-ci sual. 4 məqamda qalın, açıq, dodaqlanmayan sayda tələffüz edildiyi sözü göstərin. Hansı sayt həm qalındır, həm açıqdır, həm də dodaqlanmayandır? Bu sayt deməli üzr istəyirəm, A saytidir və gəlin görək harda 4 məqamda A sayti işlənib. Oratoriya sözündə deyilir oratoriya deyirik. Ona görə də burada o sayti var. Bizə lazım deyil. Orfoqrafiya tamamilə doğrudur. Burada heç bir o səsinə rast gəlmirik. Elə onların hamısı A kimi tələffüz olunur deyə 4 dənə A sayti görürük burada. Doğru cavabımız elə B variantıymış. Digərlərinə də baxaq hər ehtimala qarşı. Maqnitofon sözündə maqnitofon o sayti var. Burada bu o olduğu kimi qalır. Astronom sözündə bu o olduğu kimi qalır. Morfologiya sözündə o A kimi qalır. Üzr istəyirəm, o olduğu kimi qalır. Orfoqrafiya sözündə hər iki o A səsi ilə əvəz olunduğuna görə 4 dənə A səsi olur və doğru cavabımız elə B variantıymış. 22-ci sual. Fərqləndirilmiş sözlərdən hansıların son samiti cingildə tələffüz olunur? Bayraq işığında. Burada özündən sonra saytlə başlanan söz gəldiyinə görə bu G ilə əvəz olunur. G ilə əvəz olunur. Deməli, biri götürürük. Biri götürdük. Və bayraq mənliyimdir. Özündən sonra samitlə başlanan söz gəldiyinə görə bu G X ilə əvəz olunur. 2 bizə lazım deyil. 3-ə baxırıq. Bayraq kimliyim. Özündən sonra samitlə başlanan söz gəldiyinə görə burada da X ilə əvəz olunur. Bizə lazım deyil. Çünki X kar qarşılığıdır. Cingiltiri qarşılığı deyil. Bayraq öz yurdum və öz hakimliyim. Burada özündən sonra saitlə başlanan söz gəldiyinə görə buradakı G avtomatik olaraq G ilə əvəz olunur və doğru cavabımız qalır 1 və 4. Üzr istəyirəm. 23-cü sual. Hansı bəndlərdəki sözlərdə K, Y və G əvəzlənməsi baş vermir?
İştirakınız, iştirakını, iştirakya sözlərində deməli əvəzlənmə baş verməyinə görə biz biri götürürük. Küləyə burada Y əvəzləməsi baş verir, bizə lazım deyil. Müttəfiqin, bəli, tamamilə doğrudur. 1 və 3 olur doğru cavabımız. Deməli, burada heç bir əvəzlənmə, qeyği əvəzlənməsi baş vermir. Müttəfiqə, müttəfiqin, müttəfiqimiz. Doğru cavabımız 1-3. 24-cü sual. Hansı sözlərdə cingiltili sabit özünün kar qarşılığı kimi tələffüz olunur? Təmizkarlıq sözünü təmizkarlıq deyə tələffüz edirik. Deməli, burada yoxdur. Bizə lazım deyil. Buluddan birinci D T ilə əvəz olunur. İkinci D isə olduğu kimi qalır. Deməli, doğru cavabımızın biri 2-dir. Maraqla sözü maraqla deyə tələffüz olunur. Burada əvəz olunma yoxdur. Şəfəqlər, şəfəqlər deyə tələffüz olunur. Deməli, 4-ü götürürük. Çünki G K kimi tələffüz olunur buradakı G. Palıdın sözündə də palıdın elə olduğu kimi qalır. Deməli, doğru cavabımız 2 və 4 imiş. Belə dostlar, videomuz bu qədər idi. Biz birinci bölməni işlədik, bitirdik. İnşallah növbəti videomuzda artıq ahəng qanunu, heca və vurğu bölməsini işləməyə çalışacağıq. Ümid edirəm ki, sizlər üçün müəyyən qədər faydalı oldu. Əgər anlamadığınız bir məqam, yəni başa düşmədiyiniz bir sual olarsa, mütləq şəkildə yaza bilərsiniz. İnşallah ki, cavablandıracağıq. Bugün bu qədər. Gələn videolarımızda görüşmək ümidi ilə hələlik.